Siz də bu cür xırçıltılı kələm turşusu hazırlamaq istəyirsinizsə, bu videonu mütləq qaydedin, çünki lazım olacaq. Tam da zamanıdır. Nazik formada doğranmış kələmin üzərinə 2 xörək qaşığı turşu üçün olan duzdan əlavə edib, əlimizlə yaxşı əzib 3-4 saat ərzində gözlədirik. Suyunu tam sıxdıqdan sonra başqa qaba əlavə edirik. Üzərinə kök, istiot və dəfnə yarpağını əlavə edib qarışdırırıq. Mən həmişə kələmin öz suyunu əlavə edirdim, amma bu səfər soyuq suyla hazırladım. Öncə bankaya 1 yemək qaşığı şüyüd əlavə edib, daha sonra turşuları üzərinə sıx olmayacaq şəkildə yığırıq. Banka dolduqdan sonra biraz da əlimizlə üzərindən basırıq ki, qapaq hissəsi boş qalmasın. Daha sonra sirkə və su ilə hazırladığımız qarışımı turşunun üzərinə əlavə edirik. Bankaya yığdığımız turşuları videoda gördüyünüz kimi taxta qaşığı ilə və yaxud da oxlov ilə 3-4 gün ərzində qabarcıqlarını çıxardırıq.